Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın məhkəmə prosesi davam etdirilir. Ətraflı məlumatları hazırda birbaşa bağlantıda olan əməkdaşımız Südabə Cahangirli bizə çatdıracaq. Buyurun, efirdəsi söz sizdə. Hər vaxtınız xeyirli olsun. Bu dəqiqələrdə Bakı məhkəmə kompleksində təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi davam edir. Bugünkü iclasda zərərçəkmişlər ifadə verirlər. Qeyd edək ki, Ruben Vardanyan məhkəmədə ifadə verməkdən imtina etsə də, demək olar ki, o bütün məhkəmə iclaslarında müxtəlif vəsadətlərlə çıxış edir. Həm onun özü, həm də vəkili müxtəlif vəsadətlərlə çıxış edir. Əsasən də ibtidai istintaq məhkəmə istintaqı zamanı olan sənədlərlə, müxtəlif sənədlərlə tanış olmaq istədiklərini bildirirlər. İclas protokolları ilə tanış olmaq istədiklərini bildirirlər və məhkəmə də onlara bunun üçün həm şərait yaradır, həm də zaman ayırır. Zərərçəkmişlər isə ifadələrində bildirirlər ki, onlar əsasən 44 günlük vətən müharibəsindən sonraki dövrdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan xalqına və ölkəmizə qarşı həyata keçirdiyi çoxsaylı təxribatlar zamanı zərər çəkiblər. Ağdam, Xocavənd, Kəlbəcər, Xankəndi, Şuşa və digər istiqamətlərdə düşmənin iri çaplı silahlarla mövqelərimizi ateşə tutması nəticəsində yaralanıblar. Hadisələr zamanı isə yanlarında olan xidmət yoldaşları həlak olub, eyni zamanda müxtəlif vətəndaşlarımız yaralanıblar. Və ifadələrdə də qeyd olunur ki, həmin vaxtda düşmən həm də əsasən mülki obyektləri hədəfə tutmuşdu. Xüsusilə də tibbi xidmət avtomobilləri, mülki obyektlər hədəfdə idi. Məhkəmə prosesində zərərçəkmişlər ifadə verirlər və eyni zamanda onların barəsində olan müxtəlif sənədlər var ki, eyni zamanda məhkəmə tibbi ekspertiza rəyləri, iş üzrə keçən çoxsaylı sənədlər, onlar da məhkəmə prosesində elan olunur. Qeyd edək ki, hazırki mərhələdə Ermənistan dövləti, onun silahlı qüvvələrinin, qanunsuz silahlı birləşmələrinin Azərbaycana qarşı həyata keçirmək, təcavüzkar müharibə həyata keçirməkdən ötürü yaradılmış cinayətkar birliyə Ruben Vardanyan da qoşulduqdan sonra törədilmiş çoxsaylı cinayət hadisələri məhkəmə istintaqında araşdırılır. Məhkəmə prosesi açıq keçirilir. Biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha geniş məlumatlara tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq. Hələlik isə bu saata Bakı məhkəmə kompleksindən çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük. Çox sağ olun, məhkəmə prosesi ilə bağlı son məlumatları təqdim etdiyiniz üçün təşəkkürlər.